Salamünaleyküm dəyərli şagirdlər. Kimya 8-ci sinif 1.1-ci mövzu, yəni atom elektron örtüyü mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah bu dərs ərzində biz atomun tərkibi, orbital, yarımsəviyyə səviyyələri öyrənəcəyik və sonra da özümüzə keçişə bir şəkildə yoxlayacağıq. Öncəliklə gələk görək bu atomun tərkibi nədən ibarətdir? Dəyərli şagirdlər, atom özü nədir? Atom özü maddənin çox kiçik, gözlə görünə bilməyən və bölünməyən hissəcidir. Təbii ki, deməli, atomun özündə bölündüyü proseslər var, amma hər halda fiziki kimya hadisələrdə bölünməyən bir hissəcidir. Yəni, belə deyək də, əlimizə tutduğumuz bu qələmin özü çox kiçik hissələrdən ibarətdir. Çox kiçik hissələr, biz onlara deyəcək atomlar. O atomlar bir yerə yığışıblar, əmələ gətiriblər bu gördüyünüz qələmi. Maddənin kiçik hissəsi, balaca bir hissəsi oldu atom. İndi o atomun özünün də bir tərkibi varmış. Bəs atomun tərkibi nədən ibarətdir? Bu barəsində də en qədər fikirlər var idi və yekunda müasirləşdi. İndi nə deyirlər? Deyirlər ki, atom ibarətdir. Mərkəzdə bir dənə nüvə var və onun ətrafında da hərəkət edən elektronlar var. Yəni, baxın, bu şəkildə də atom. Görürsünüz, bu şəkildə bir dənə diqqət edək. Şəkildə gördüyünüz kimi mərkəzdə bir şey var, biz buna deyəcəyik nüvə və onun ətrafında qəşə hərəkət edən bu qırmızı nöqtələri görürsünüz. Bax, bunlar da olur elektronlar. Elektronlar nüvənin ətrafına, necə deyirlər, başına dolanırlar nüvənin. Nüvə də mərkəzdə qəşə belə qərarlaşıb qalıbdır. Bu sanki nəyə bənzəyir? Necə ki, bizim günəşimiz var və planetlər də onun ətrafına belə qəşə dövrə vururlar. Atomda da elədir. Mərkəzdə bir nüvə var və elektronlar onun ətrafına dövrə vururlar. Bu bizim atom barəsində belə deyək, elementar fikirlər. İndi dəyərli şagirdlər, atomun necə ki, günəş sistemində yerin hərəkət elədiyi xüsusi bir xətt var, sanki xəyali bir xətt var. Biz buna deyirdik, yəni baxın, onu çəkim göstərim sizə. Məsələn, deyək ki, bu bizim günəşimizdir. Oldu mu? Bu bizim belə gözəl göçək günəşimiz. Günəşimiz də belə qəşəng işıq saçır hər tərəfə. Bizim də mübarək yer kürəsi deməli başlayır bu günəşin başına dolanmağa. Bu da bizim yer kürəsi. Bax, bu getdiyi yol ki var, xəyalən də belə deyim. Yer kürəsinin günəşin ətrafında dövr elədiyi o yol ki var, o yola deyəcəklər orbit. Yer kürəsinin hərəkət elədiyi orbit. Atomda bunun belə balaca bir versiyasıdır, belə minnacık bir versiyasıdır. Bax, bu atomun da elektronunun nüvənin ətrafında getdiyi yol ki var, o yola da deyəcəklər orbital. Belə deyək də, orbitin balaca versiyası, orbital. Bu orbital nə olan şeymiş? Bunu təmizləyək. Deməli, baxın, bu da deyək ki, nüvənin müsbətinə işarə edirlər bu arada. Bunun ətrafında hərəkət edən elektronun bu getdiyi yol ki var, bu yola deyəcəklər orbital. Deməli, müəyyən olunub ki, bütün elektronlar eyni şəkildə hərəkət eləmir. Bəzi elektronlar var ki, çox fərqli hərəkət eləyə bilirlər. Məsələn, uşaqlar, bəzi elektronlar var ki, onların getdiyi yola, yəni orbitala diqqət elədikdə kürə kimi hərəkət edirlər. Yəni, baxın, bu şəkildə hərəkət edirlər. Bəziləri var ki, onlar bir balaca qəribə hərəkət edirlər. Yəni, baxın, bu şəkildə hərəkət edirlər. Hantelə bənzər hərəkət edirlər nüvənin ətrafında. Deyək ki, bu nüvədir. Bəziləri var ki, belə kürə şəklində hərəkət edirlər. Bəziləri var ki, belə hantelə bənzər bir hərəkət edirlər nüvənin ətrafında. Qısası, kürənin bir istiqaməti yoxdur ki, kürənin hər tərəfdən eyni istiqamətlidir, bir istiqaməti yoxdur. Bu şəkildə yol, yəni kürəvarı yol bir cürdür, başqa cür ola bilmir. Amma bu hantelə bənzər yol 3 formada ola bilər. Birisi fəzada 3 dənə istiqamət var da, deyək ki, X, Y, Z oxları var fəzada. Bax, bəzi, deməli, bu hantelə bənzər, biz buna deyəcək P orbitalı. Kürə var hərəkət edən deyəcək S orbitalı. Dəyərli şagirdlər, bəziləri var ki, bu P orbitallarından X oxu boyunca hərəkət edir. Mən onları fərqli rəngdə çəkim. Baxın, bəziləri var ki, bu ox istiqamətdə hərəkət eləyir. Bəziləri var ki, baxın, bu oxun istiqamətində hərəkət eləyir. Bəziləri də var ki, bunun hansı rəngdə seçmək olur? Tamam, qara rəngdə seçək. Bəziləri də var ki, bu istiqamətdə hərəkət edir. Qısası biz P-ni hansı versiyada görə biləcəyik? P-ni PX versiyasında PY və PZ. Yəni, bu
gördüyünüz P orbitalını 3 formada görə bilərik. Qısası nüvənin ətrafında X oxu boyunca hərəkət edən P orbitalları da var. Sonra Y oxu boyunca, Z oxu boyunca da hərəkət edən var. Bir-birinə qarşılıqlı perpendikulyar olan 3 istiqamətində hərəkət edən P elektronlar var. P yolları var. Bir daha deyim, bu orbital nə olan şeydir? Orbital elektronun nüvə ətrafında getdiyi yoldur. Bəzi elektronlar var ki, sadəcə kürə varı hərəkət edir. Onların getdiyi yol kürə varıdır. Biz bu yolun adına deyəcəyik S orbitalı. Bəzilər var ki, hantelə bənzər hərəkət edirlər. Biz buna deyəcəyik P orbitalı. Yəni bu gedilən yol P orbitalıdır. P orbitalı 3 formada ola bilirmiş. X, Y, Z formasında ola bilirmiş. Dahası, bundan əlavə daha mürəkkəb formada olan orbitallar da var. D və F orbitalları da var. Mən də sizə bir balaca bunun barəsində istədim bir şəkillər göstərmişəm. Buna bir diqqət eləyək. Bir dənə fikir verin. Birinci təsvir olunan şəkil, yəni baxın, bu şəkil S orbitalıdır. S-in xüsusi bir belə deyək, istiqaməti yoxdur. Hər istiqamətlərdə eynidir. Kürə hər istiqamətlərdə eynidir. Ona görə biz deyəcəyik S orbitalı bir formada olur. Doğrusu S orbitalı bir formada olur. Bax, P orbitalı isə fikir verin 3 fərqli formada olur. Bax, bu gördükləriniz isə D orbitalı adlanır. Buna fikir verin, görürsünüz bu 5 fərqli formadadır. Ondan daha mürəkkəb hərəkət edənsə F orbitalıdır, görürsünüz 7 fərqli formadadır. Biz əgər hər orbitala bir, belə deyək, kvadrat kimi baxsaq, hər gedilən yolu işarə eləmək üçün bir kvadrat kimi baxsaq, bax, belə bir şey olacaq. Deyəcək ki, S-ə görə bir dənə orbital var. Bax, orbitalı bir dənə kvadrat kimi göstərirəm. P-yə görə neçə orbital var? Bir buna görədir. Bir bu birisinə görədir, bir də bu birisinə görədir. Gördüyünüz kimi 3 dənə fərqli deməli, xana çəkmiş olacaq. O da belə çıxır ki, D-yə görə 5 dənə xana çəkəcək, F-ə görə də 7 dənə xana çəkmiş olacaq. Bunu belə ifadə edirlər. Deməli, deyirlər ki, bunları bir dənə təmizləyək. O da belə bir şey deyirlər. Baxın, belə yazılış yazırlar və deyirlər. S-də bir orbital var, S bir cürdür. P, buna S yazar qoy. Sonra P-də 3 dənə orbital var. Uşaqlar, bu 3 dənə orbital bir yerə yığışırlar və bir yarım səviyyə əmələ gətirirlər. S yarım səviyyəsinin bir dənə orbitalı var idi. P yarım səviyyəsinin 3 dənə orbitalı var. Yəni P yarım səviyyəsi, P orbitalları 3 formada hərəkət edir. O 3 formada olan orbitallara bir yerdə deyirlər P yarım səviyyəsi. P yarım səviyyəsinin deməli 3 dənə orbital varmış. Əzlərin dahası D yarım səviyyəsi də var. D yarım səviyyəsində nə dedik? Dedik, bunlarda 5 dənə fərqli orbital var. 1, 2, 3, 4, 5. Sonra F yarım səviyyəsi var. F yarım səviyyəsində 7 dənə orbital var. 1, 2, 3, 4, 5, 6, 7. Baxın, 7 dənə orbital da harada varmış? F yarım səviyyəsində varmış. Belə. Dəyərli, bu orbital yarım səviyyə anlayışları yəqin ki, heç olmasa biraz da olsa bizim yadımızda qalar. Keçək növbəti məsələmizə. İndi biz söhbət edəcəyik yarım səviyyə və səviyyələrdən. Az əvvəl tanış olduq, orbital nə idi? Sonra orbitalların birləşərək yarım səviyyəyə əmələ gətirdiyini bildik. Belə bir qayda qanun var ümumiyyətlə. Deyir ki, atomda enerjisi nə qədər elektron enerjisi nə qədər azdırsa, o nüvəyə daha yaxın yerləşir. Bunu sanki ana ilə övladın münasibətinə bənzədirlər. Məsələn, belə bir şey deyirlər də, övlad nə qədər ki, enerjisi azdır, körpədir, balacadır, ananın uzağında olur daima. Sonra nə baş verir? Övlad başlayır yeməkləməyə, anadan biraz uzaqlaşır. Sonra nə baş verir? Övlad başlayır, o piyanvari yermələri var övladların, belə uşaqların. Anadan biraz da uzaqlaşdı. Sonra nə baş verir? Uşaq biraz da qaçır, anadan tamam uzaqlaşır. Yəni elektronlar da nə qədər ki enerjiləri azdır, nüvənin çox yaxınında fırlanırlar. Yox, enerjiləri biraz çox olsa, onlar nüvədən biraz uzaqda fırlanırlar. Enerjiləri daha çox olan elektronlar nüvədən daha uzaqda fırlanırlar. Biz bunlara deyirik təbəqələr. Enerjiləri az olan elektronlar birinci təbəqəni əmələ gətirirlər. Yəni bu birinci təbəqədən çölə çıxmırlar. Və yaxud da buna deyirlər energetik səviyyə. Ya elektron təbəqəsi deyəcək, ya da energetik səviyyə deyəcək.
Sonra var enerjisi biraz çox olanlar ikinci səviyyədə, enerji çox olanlar üçüncü səviyyədə hərəkət edirlər. Maksimum hələ ki biz 7 dənə səviyyədən danışacağıq. Maksimum nüvənin ətrafında 7 dənə səviyyə var deyə qəbul edəcəyik. İnşallah gələcək elementlərin sayı çox kəşf olunacaq, çoxlu təbəqələr deyəcəklər, dövrlər çox deyəcəklər. Hər halda bunu gələcəyini aydınlaşdıracaq inşallah. Baxın, biz səviyyələrə də ya belə işarə eləyəcəyik. Baxın, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə ya belə deyəcəyik, ya da ki onları hərflərlə işarə edəcəyik. Birinci səviyyə K, ikinci səviyyə L, üçüncü səviyyə M, sonra N, O, P, Q bu şəkildə işarələ gələcək. Və yaxud da 1, 2, 3, 4, 5, 6, 7 bu şəkildə səviyyələri işarə edəcək. Hər bir səviyyənin özündə də yarım səviyyə var. Belə bir şey müəyyən olunub. Dəyərli şagirdlər, birinci energetik səviyyədə sadəcə S yarım səviyyəsi var. Yəni birinci deyək ki, təbəqədə ancaq kürəvari hərəkət edən elektronlar yerləşir. İkincidə isə nə var? İkincidə həm S var, həm də P var. Yəni artıq ikinci təbəqə əlavə olundu. O təbəqədə həm kürəvari hərəkət edən elektronlar burada yer alıbdır, həm də hantelə bənzər hərəkət edən elektronlar yer alıbdır. Gəlirik üçüncü səviyyə. Üçüncüdə S, P, D də var artıq. Deməli, burada artıq kürəvari, hantelə bənzər, bir də daha qəribə formada olan orbital da dövrəyə girdi. Daha sonra energetik yarım səviyyədə dövrəyə girdi. Sonra 4 və 4-dən sonrakılardır. Yəni 4-də, 5-də, 6-da, 7-də. Artıq bundan sonra gələnlərin hamısında S, P, D və F yarım səviyyələri var. Yəni burada artıq daha mürəkkəb formada hərəkət edən elektronlar varmış. Digər şeylər, gəlin öyrəndiklərimizi yoxlayaq, görək nə öyrəndik. Dəyərli şagirdlər, diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.